Belə bir sualla davam edək. Gök altına 2023 vur 2017 üstəgəl 9. Bu cür misalları həll edən zaman burada aralıqda olan ədədin cüt ədəd olması bizə kifayətdir. Yəni 17 ilə 23-ün arasında cüt bir ədəd var, 6 vahid fərq var. Onda neyini? Balaca olanı götürürük və 9 nəyin kvadratıdır? 3-ün kvadratı. Olur nə? 2017 üstəgəl 3 cavab eləyir 2020. Bütün? Və niyə? Bunu belə bir həll edə bilərik. 2023-ü biz yazarıq. 2017 ilə aradakı fərq nədir? 2020. Üzərinə 3 gəlsəm, indi 2020-dən də 3 çıxsam, üstəgəl 9 da yazaram, elə 9 yazaram, sonra baxarıq. İndi müxtəsər vurma düsturu oldu. Birincinin kvadratı çıx ikincinin kvadratı üstəgəl 9. 2020-nin kvadratına nə çıxır? 2020.